Salam əziz kanal izləyiciləri, mən Günel müəllimə. Bugün belə deyək, abituriyentlərin ən baş bəlalı dərslərindən biri funksiyanın törəməsi, birinci, ikinci qrupların törəmənin tətbiqləri bölməsində ilk bölmənin video izahını sizlərə göstərmək istəyirəm. Baxaq birinci suala. Birinci sualda deyir ki, birinci sual hələ ki uşaqlar sadədir də göründüyü kimi mürəkkəb funksiyadır. Yəni bundan çətin suallar var qarşıda. Kotangens 3x-in törəməsini istəyir. 6 əmsal kimi qalır. Uşaqlar, kotangens 3x mürəkkəbdir. Bir dəfə siz 3x-in törəməsini, bir dəfə də kotangens 3x-in törəməsini tapacaqsınız. 3x-in törəməsi nədir? 3. Kotangensin törəməsi isə mənfi 1 bölünsün sinusun kvadratı 3x-dir. Bu da eləyəcək mənfi 18 bölünsün sinusun kvadratı 3x. Hansıdır cavab? Y variantı doğru cavab olar. Keçdik növbəti ikinci suala. İkinci sualda isə deyir 2 tangens 6x. Keçirik ikinci suala. İkinci sualda yazıb ki, fx bərabərdir 2 tangens 6x. Həmçinin bu da mürəkkəbdir. Nə etmək lazımdır mürəkkəbdə? 2-ni saxlayırıq. 6x-in törəməsi vur tangens 6x-in törəməsi. Uşaqlar, bəzi müəllimlər də hətta deyərdim kitablarda da hər bir mürəkkəb funksiya üçün əlavə düsturu yazılıb. Amma mən deyərdim ki, mürəkkəb funksiyanın qaydası bir cürdür ki, içəridə olan funksiya bir də bütövünün törəməsini tapırsınız. Bu yolla yadda saxlasanız heç vaxt da yaddan çıxmaz. Bu da eləyəcək 12 bölünsün kosinus kvadratı 6x, hansı bənddə var? A bəndində. Keçək üçüncü suala. Üçüncü sual uşaqlar yazıb 2 ln x plus x kubu. Ən bəsti təbii ki bu olardı. Ln x-in törəməsi x-da 1-dir. X kubunun da törəməsi 3x kvadratdır. Görək bu harada var? 2 bölünsün x 3x kvadratı göründüyü kimi B variantında var. Baxaq davamına. Davam edək. Deməli növbəti sualda, dördüncü sualda isə y bərabərdir 5x minus 8, 5x plus 8 funksiyasının törəməsini istəyir. Bərabərdir 25x kvadratı minus 64. Təbii ki, bəzən törəməni ilə uşaqlar birbaşa tapmaq lazım deyil. Funksiyanı sadələşdirib ondan sonra tapaq. Bunun törəməsi nə verəcək bizə? 25-i 2-yə vurdum. 50x, 50x, 50x. 64-ün törəməsi isə 0. Deməli, törəmənin cavabı 50x C variantı. 5-ci suala baxaq. Y bərabərdir x üstü 6 plus 2x minus 3. Törəməsini istəyir bunun. X üstü 6-nın törəməsi 6x üstü 5 plus x, 2x-in törəməsi. X-in törəməsi birbaşa yazaq da gəlin bunu. X-in törəməsi 1 eləyir, 2x-in törəməsi 2, sabitin də törəməsi 0. Görək bu cavab harada var? Bu da B variantında var. Doğru cavab. Davam edirik növbəti 6-cı sualda. Fx bərabərdir 2-də 1 x kvadratı üstəgəl 2x üstəgəl 1. F'0'ı soruşur bizdən. Bu nə deməkdir uşaqlar? Törəməni tapıb yerinə 0 yazmaq. Aparıram, bunların törəməsini tapıram. 2-də 1 vurulsun 2x plus 2x'in törəməsi 2, sabitin də törəməsi 0. Törəmənin cavabı çıxdı x plus 2. Sən nəyə axtarsan F0'ı? Aparıb x-in yerinə 0 yaz. Cavab eləyəcək 2. Hansı variant? Y variantında doğru cavab var. 7-ci suala baxaq. Y bərabərdir 2x kvadratı minus ln x. Gəlin bunun törəməsini tapım. 2x kvadratının törəməsi eləyəcək 4x. Ln x-in da törəməsi eləyəcək 1 bölü x. 4x minus 1 bölü x doğru cavab eləyər D variantı. Davam. 8-ci sualda y bərabərdir sinus x üstəgəl kosinus x. Baxın, bu da sadə bəsit bir funksiya. Sinus x-in törəməsi kosinus x, kosinusun törəməsi mənfi sinus x. Olacaq hansı variant? Y variantı doğru cavab. 9-cu sualda hansısa şagird bunu birbaşa törəməsini tapmağa çalışsa yanlışdır. Yanlış deyəndə əslində tək sinus kvadratı x-in, kosinus kvadratı x-in tapa bilər mürəkkəb funksiya kimi. Lakin buna dəyməz çünki vaxt aparar. Bunu dərəcə azaltma düsturundan da tapıb yaza bilərsiniz. Amma ən rahatı nədir? Bu kosinusun 2 qat argumenti, özü mənfisindən. Və başlayın kosinusun 2 qat argumenti mürəkkəbə görə törəmə tapmağa. Mənfi qalır.
Kosinusda 2x-in törəməsi, vurulsun kosinus 2x-in törəməsi. Və 2x-in törəməsi mənfi 2, kosinusun törəməsi uşaqlar mənfi olduğu üçün o mənfi bu mənfini də müsbətə çevirir, müsbət 2 sinus 2x edir. Harada var? D bəndində. Bunu silək. Davam edək 10-cu suala. 10-cu sual tipi suallar uşaqlar. Necə ki siz kök adlı x-in törəməsini əzbərdən bilirsiniz, əslində onların da hamısının törəməsi qüvvət funksiyasına görə tapılır. Bunu yazırsınız x üstü 4-3. Bunun törəməsi nə verir? 4-3 önə gəlir və 4-3-dən bir vahid əskildirik. Bu da eləyəcək mənfi 4-1. 4-3 x üstü mənfi 4-1 eləyəcək. Bunun da cavabı nə verəcək? 4-3. 4-cü dərəcədən x olacaq. Hansı variantda var? B variantında doğru cavab var. 11-ci suala baxırıq. On birinci sual. 11-ci sualda da y bərabərdir. 5-ci dərəcədən x üstü 4-dür və burada siz x üstü 5-də 4 kimi yazırsınız. Bunun törəməsini isə tapanda 5-də 4 vurulsun x üstü 5-də 4-dən 1 çıxırsınız, mənfi 5-də 1. Mənfi 5-də 1 olduğu üçün də onu tərsini tapanda 4 bölünsün 5, 5-ci dərəcədən x yazmaq olar. Bu belə. Keçdik növbəti suala. Növbəti kosinus x-da bir funksiyası. Uşaqlar, bu da mürəkkəb funksiyadır və mürəkkəb funksiyanın törəməsini necə tapırlar? Eyni qayda ilə. Kosinus x-da 1-in törəməsində x-da 1-in törəməsi vurulsun kosinusun bütöv törəməsi. X-da 1-in törəməsi mənfi 1 bölü x kvadratdır. Kosinusun törəməsi də mənfi sinus x-da 1-dir. Bunlar birləşərsə nə yaradar? X kvadratında 1 vurulsun sinus x-da 1 deyə törəmə. İkincisi də eyni funksiyadır. Sadə olduğu üçün bunlardan birini həll edirəm. Amma iləriki misallarda çətinliyi artırılmışlar da hamısı sırayla yazacağım. 14 də həmçinin mürəkkəb funksiyadır. ln 2x plus 1. Necə tapırsan törəməsin? Bir dəfə 2x plus 1-in törəməsi, bir dəfə də bütünlükdə ln 2x plus 1-in törəməsi. 2x plus 1-in törəməsi 2, sabitin törəməsi 0-dır. Ln-in törəməsi isə 1 bölü x-dır. Argumentdə burada nə durur? 2x plus 1. 2 bölünsün 2x plus 1 deyə cavab olacaq Y variantı. 15 də eyni sual tipidir. 16-ya gəlin baxaq. 16-nı bəzən uşaqların ağlından keçər ki, bunu mən müxtəsərə görə açım, sonra da 3-də 1-ə vurum, ondan sonra mənfi f'(x)'ı tapım. Bəli, olar. O şəkildə də yazmaq olar. Lakin gəlin belə düşünək. Buna mürəkkəb funksiya kimi yanaşaq. Mürəkkəb funksiya kimi yanaşsam, baxın, 3-də 1 olduğu kimi saxlayıram. Bir dəfə içərinin törəməsi, hansı ki 3x plus 1-in törəməsi. Bir dəfə də bütünlükdə 3x plus 1-in kubunun törəməsi. 3-də 1 qalır. 3x-in törəməsi 3, sabitin törəməsi 0. Buna qüvvət funksiyası kimi baxıram və qüvvət funksiyası olduğu üçün də bu şəkildə tapıram törəməsini. 3-ü önə gətirirəm, bir vahid əsr etdim. Bunlar getdi. Qaldı törəmənin cavabı bu. Nə soruşur səndən? f'-(-3). Apar orada x-in yerinə -3 yaz. Bu eləyəcək 3 vurulsun -8, kvadrat 64, bu da eləyəcək 192. Bu belə. Davam edək. Növbəti 17-ci sual. 17-ni də gəlin yazaq. Bu da mürəkkəb funksiyadır. Deməli, f(x) bərabərdir. 3-də 1, x kvadratı üstə gəlinsin 5x-in kubu. Baxın, bunun törəməsini tapanda 3-də 1 qalır. İçərinin törəməsi bir dəfə, bütünlükdə x kvadrat plus 5x-in kubunun törəməsi vurulur. Baxın, bunun kubu. 3-də 1 vurulsun. Bunun törəməsi 2x. 5x-in törəməsi də 5. Bunun törəməsini tapanda isə 3 qarşıya keçir. X kvadratı topla 5x-in kvadratı. 3-lər getdi. Qaldı 2x üstə gəl 5. X-in kvadratı üstə gəl 5x-in kvadratı. İndi nə soruşur? Deyir ki, f'-1'i tap. Yəni demək istəyir ki, sən törəmədə x-in yerinə -1 yaz. Yaxşı, gəlin yazaq. f'-1. 2 vurulsun -1, üstə gəl 5.
Bu da eləyəcək -1-in kvadratı 1 minus 5-in kvadratı. 5 minus 2 3 vur -4-ün kvadratı. Bu da eləyəcək 48. Hansı cavabda var? D-də var. Keçək növbəti 18-ci suala. 18-ci sualda fx bərabərdir 4 kök altında x minus 3x üstəgəl 5 funksiyası verilib. F'(x) bərabər 1 tənliyin deyir həlli. Baxın, bunun törəməsini tapdım. Bunun törəməsi nə verir? 4 vurulsun. Kök altı x-in törəməsi 1 bölünsün 2 kökdə x. 3x-in törəməsi 3, sabitin törəməsi 0-dır. Baxın, sizə demir x-in yerinə 1 yazın. Deyir, törəməni tapdığın cavabı bərabər elə 1-ə. İndi burada 2-lər x-da 4 ilə gedəcək. 2 böl kökdə x bərabər olacaq. 1 plus 3, yəni 4-ə. Yaxşı. Bunun cavabı oldu 4. Hər tərəfini kvadrata yüksəlt. 4 bölü x bərabər 16. X da bərabərdir 4 bölü 16. Yəni sualın cavabı 4-də 1. Davam eləyək. 19-cu suala baxaq. 19-cu sualda deyir ki, fx bərabərdir 6x minus 3 kök altında x çıx 8. Funksiyası verilmişdir. F'(x) 3'ü tap. Baxın, əvvəlcə gəlin törəmə tapaq. 6x-in törəməsi 6-dır. 3 vurulsun 1 bölü 2 kökdə x-dir. 8-in törəməsi 0-dır. Və deyir, bu törəmənin cavabı 3'dür. Kitabın verdiyi tənlik odur. 3 bölünsün 2 kökdə x-i buradan tap. 6-dan 3'ü çıxdın 3. 3 ilə 3'ü böldün. Qaldı 2 kök altı x bərabər 1'ə. O zaman kök altı x bərabər 1 bölü 2'yə. Kvadratı da eləyəcək 4'də 1. 4'də 1 də nə deməkdir? 0,25. Keçirik 20-ci suala. 20-ci sualda hansı doğrudur deyir? Doğru deyil. Baxın, sinus x-in törəməsi kosinusdur. 1 doğrudur. Deməli, 3x-in törəməsi 3x elin 3'dür. Doğrudur. Kotangensdən. Burada cavab C-dir. Çünki kotangens x-in törəməsini bir yadınıza salın. -1 bölünsün sinus x kvadratda. Kitab onu səhv yazıb. 21-ci sualda da düsturdur. Burada isə, baxın, C doğrudur. Kosinusun mənfi sinus x-də doğrudur. Loqaritmanın törəməsi D doğrudur. Kotangens də mənfidir. Amma 21-də A doğru deyil. Çünki tangens x-in törəməsində mənfi yoxdur. 1 bölünsün kosinus kvadrat x-dır. Deməli, doğru olmayan variant A-dır. 22-ci suala baxaq. 22-ci sualda fx bərabərdir 4x kubu plus kosinus x minus 5. Bunun törəməsini istəyir. 4x kubunun törəməsini tap. 3'ü önə gətir. 12x kvadratı. Kosinusun törəməsi də mənfi sinus x. Haradadır bu cavab? Baxaq. Burada D bəndində doğru cavab var. Iyirmi üçüncü suala baxaq. Fx bərabərdir 3x üstü 4 minus sinus x üstəgəl 5. Baxın, bunun törəməsini tapıram. 3x üstü 4'ün törəməsi 12x'in kubu. Mənfi sinus x-in törəməsi deməli, mənfi sinus x-in törəməsi müsbət kosinus x. Daha doğrusu mənfi elə kosinus x olacaq. 5'in törəməsi də 0. Görə bu cavab harda var? C variantında doğru cavab var. Sonra 24-cü test tapşırığına baxaq. 24'də isə deyir ki, y bərabərdir -7x üstəgəl 4. Funksiyasının törəməsinin qrafiki hansı ola bilər? Törəməsini əvvəlcə tap. Törəməsi nə verəcək? -7. Sabitin törəməsi 0'dır. Bəs bunun qrafikini necə çəkərsiniz? Deməli, -7'dən çəkirəm. -7'ni tapıram. -7'dən paralel bir düz xətt. Hansı şəkildə var bu qrafik? Baxın, C variantında var. Gəldik, çıxdıq 25-ci suala. Yəni, sabit funksiyadır da bunun törəməsi. 25-ci sualda da 3'dür. 3'dən gedən qrafik harada var? D bəndində var. Sabit funksiya olduğu üçün. Keçək 26-cı suala. Fx bərabərdir B kök altında x minus 2. Deyir, f'(3) 2'dir. Aşağılar nə demək istəyir? Deyir ki, törəməni tap. Törəmədə x-in yerinə 3 yaz və cavabını bərabərləşdir 2'yə. Gəlin ilk öncə törəmə tapaq. B əmsalda qalır.
Kök altında x minus 2 mürəkkəb funksiyadır. Siz bir dəfə bunun, bir dəfə də kök altının törəməsini tapacaqsınız. Və bunun törəməsini tapanda 1 eləyir. Bu heç artıq. Kök altının törəməsi 1/2 kökdə x minus 2-dir. İndi x f'3 bərabər 2-ni həll edək. Aparın x-in yerinə 3 yazın burada. B bölünsün 2 kök altında 3 minus 2. Bərabər 2-yə. Bu məxrəc 2 eləyir. B bölü 2 bərabər 2. B də bərabər nə qədər eləsin? 4 eləyəcək. Doğru cavab Y variantında var. Növbəti suala baxaq 27-ci suala. 27-ci sualda deyir ki, fx bərabərdir. Kökün altı, B kökün altında x plus 2 verib və bizdən deyir ki, f'-1 1 olarsa, bizdən soruşur B-ni tap. Yenə gəlin törəmə tapaq. B kökün altında x plus 2 törəmə bərabərdir. Nəyə? B qalır 2 kök altında. Bilirsiniz, bu əslində yenə dediyim mürəkkəb funksiyadır bu. Mürəkkəb funksiya olduğu üçün B qalır, yaxşı bir yazaq. Bunun törəməsi kök altı x plus 2-nin törəməsi. Amma bu içəridəki elə bir funksiyadır ki, bunun törəməsi 1 verir. Olacaq B bölünsün 2 kök altında x plus 2. İndi baxın, x-in yerinə gətirib -1 yazanda 1 eləyir və bu bərabər 1-ə. Yenə də B bərabər olacaq çarpaz vuranda 2-yə. Yəni mürəkkəb funksiya olduğu üçün içərisinin də törəməsini tapmalısınız. Keçirəm 28-ə. Y bərabərdir kök altında 2 minus 6x-in törəməsi. Siz bir dəfə 2 minus 6x-in törəməsini tapırsınız, bir dəfə də bütünlükdə 2 minus 6x-in törəməsini tapırsınız. Deməli, 2-nin törəməsi 0, -6x-in törəməsi -6. Kök altının törəməsi isə 1 bölünsün 2 kök altında 2 minus 6x. 2 minus 6x. Bu 2-lər getdi. -3 bölünsün kök altında 2 minus 6x. Yaxşı, 29-cu suala baxırıq. Yenə də mürəkkəb funksiyadır. Nə etməliyəm? Bir dəfə 1 minus 4x-in törəməsi. Bir dəfə də isə kök altı 1 minus 4x-in törəməsi. 1-in törəməsi 0. -4x-in törəməsi -4. 1 bölünsün 2 kök altında 1 minus 4x. 2-lər 4-lər getdi. -2 bölünsün kök altında 1 minus 4x. Bu da 29. Keçirəm 30-a. Fx bərabərdir. X kvadratı üstə gəl 3 kvadrat. Törəməsini tapmaq istədikdə necə tapacam? Yenə də mürəkkəb funksiyadır. Bunun törəməsini tapmaq üçün bir dəfə siz içərinin törəməsi. Məncə artıq videoya baxarkən bunu öyrənəcəksiniz. Çünki hər dəfə eyni qaydanı təkrar edirəm. Bunu içərinin törəməsi edəcək 2x. Bunun isə qüvvət kimi tapacaqsınız. 2-ni önə gətirirsiniz, x kvadratı plus 3. Bu da eləyəcək 4x vurulsun, x kvadratı üstə gəl 3. Harada var baxaq? Hə, bu vurub açıb, yox, vurub açmadan ilə var cavab. C-də var. Keçdik 31-ə. Birinci sualda fx bərabərdir. X kubu plus 5-in kvadratının törəməsi. Bir dəfə içəri. Bunun törəməsi, bir dəfə də bütünlükdə x kubu plus 5-in kvadratının törəməsi. Bunun törəməsi 3x kvadratıdır. Bunun törəməsi isə 2 vurulsun, x kubu plus 5-dir. Bunu da bir-birinə vuranda 6x kvadratı vurulsun, x kubu plus 5 olur. 6x, o da B bəndində doğru cavab var. Yaxşı, davam edək növbəti suala. 32-ci suala baxırıq. 32-ci sualda isə yazıb fx bərabərdir. Sinus 2x minus 5 kosinus 3x minus 2x. Baxın, bunun törəməsində hamısı mürəkkəbdir. Sinus 2x-in törəməsini tapanda bir dəfə 2x-in törəməsini tapın. Nə verir 2? Bir dəfə də sinus 2x-in törəməsini tapın. Nə verdi? Kosinus 2x. İndi kosinus 3x-a baxıq. Bir dəfə -5 heç bunu saxladınız. Kosinus 3x-in törəməsi 3. Kosinusun törəməsi mənfidir.
O səbəbdən ortadakı işarəni dəyişib sinus 3x eləyəcəm. 2x-in də törəməsi 2. Biraz da sadələşdirək. 2 kosinus 2x plus 15 sinus 3x minus 2. Bu 33. 34-cü suala baxırıq. Bir sual artıq belə deyək, sual rahat sual olanda ikinci tayını yazmıram. Daha vaxt az geçsin. X-in kvadratı vur sinus x. Bu hasilin törəməsidir. Hasilin törəməsi necə olur? Birincinin törəməsi vurulsun ikinci. Üstəgəl ikincinin törəməsi vurulsun birinci. X kvadratının törəməsi 2x. Bu da sinus x. Sinus x-in törəməsi eləyəcək. Mənfi kosinus x daha doğrusu. Vurulsun x kvadratı. Buradan da x'i çıxardanda 2 sinus x üstəgəl x vurulsun kosinus x. Bax, bu olacaq 34-ün cavabı. Keçək 35-ci suala. Deməli, bu sualda isə biz nəyi bitirdik? 35-ci suala baxırıq. 35-ci sualda isə y bərabərdir. X kubu kosinus x törəmək istəyir bizdən. X kubunun törəməsi, bax birincinin törəməsi vur kosinus x. Üstəgəl kosinus x-in törəməsi vur sinus x. Sinus x nədir? X-in kubu. X kubun törəməsi 3x kvadratı kosinus x-dir. Kosinusun törəməsi mənfi sinus x-dir. Və burada da x kubu. Buradan da siz x kvadratını çıxarda bilərsiniz. 3 kosinus x. X kvadratını çıxardığında minus x sinus x deyə bir cavab alınır burada. Tamam. Növbəti 36-cı suala baxırıq. 36-cı sualda fx bərabərdir. 4 üstü x vurulsun 5 bölünsün ln 4 minus 2x'in kubu minus 5. Baxın, bunun törəməsini tapanda siz başa düşməlisiniz ki 5 bölünsün ln 4 burada əmsaldır. Siz onun törəməsini tapmağa çalışmayın. Siz 4 üstü x'in törəməsini tapın. 4 üstü x'in törəməsi 4 üstü x ln 4'dür. 2x kubunun da törəməsi 6x kvadratıdır. Baxın, ln 4'lər getdi. 5 vurulsun 4 üstü x minus 6x kvadratı. Törəmə tapdığımı tapdıq. İndi f1 tapaq. Yəni x-ların yerinə 1 yazıram. 20 çıx 6, 14 B variantı olur. 37-ci sual. 37-ci sualda bu əmsaldır. 2 bölünsün ln 3 əmsaldır. Ona toxunmuram törəmə tapanda. Deməli, 2 bölünsün ln 3'ü olduğu kimi saxlayıram. 3 üstü x'in törəməsi 3 üstü x vurulsun ln 3'dür. Bunun isə törəməsi 3'ü 2'yə vururam 6x kvadratıdır. Ln 3 dəyər ixtisar gedir. Qalır f'(x) bərabərdir. 2 vurulsun 3 üstü x minus 6x kvadratı. İndi məndən soruşur ki f'(2'ni tap. F'(2'ni də x'in yerinə 2 yazın. 2 vurulsun 3'ün kvadratı minus 6 vurulsun 2'nin kvadratı. 18 minus 24. Cavab eləyəcək mənfi 6. Doğru cavab C variantı. Bu belə. Keçək növbəti sualı. 38. 38'də hasildir. Hasilin törəməsi x vursun sinus x. Bunun ikisi də yazılıb. Hə? Ya, bəli. Yazmışsan. Bir dəfə də belə bax. X-in törəməsi vur sinus x. Belə. Plus x vurulsun sinus x-in törəməsi. X-in törəməsi 1. Sinus x-in törəməsi özü qalacaq. Sinus x-in törəməsi kosinus x. Minus x vurulsun kosinus x. Daha doğrusu plus. Sinusun törəməsi elə müsbət kosinus x-dir. Hansı nöqtədə 90 dərəcədə istəyir törəməni? İndi x-ların yerinə 90 dərəcə yazıram. Deməli, 90 dərəcə yazsam da kosinus 90 dərəcədə alır 0. Kosinus 90'da 0 aldığı üçün bu 0 oldu. Sinus 90'da 1 aldığı üçün 1 oldu. Testin cavabı olacaq 1A bəndi. 40-cı, onda 39 eynidir, 40'a baxaq. 39'u yazmışam, prosta məndə cavab. 39'da deməli
x kosinus x. Fx bərabərdir. X vurulsun kosinus x. 39. Bunun törəməsini tapanda x-in törəməsi vur kosinus x. Üstə gəl kosinus x-in törəməsi vur x. X-in törəməsi 1-dir, kosinus x olduğu kimi qalır. Kosinusun törəməsi mənfi sinus x, bu da vurulsun x. İndi mən x-ların yerinə 90 dərəcə yazmalıyam. Kosinus pi bölü 2 minus sinus pi bölü 2 vur pi bölü 2. Məlum məsələdir ki, kosinus 90-da 0 alır. Sinus 90-da 1 alır. Bu da pi bölü 2. Onda testin cavabı olacaq mənfi pi bölü 2. C variantı. Davam edək. 40-cı sual. Y bərabərdir sinus x kvadratı. Bu 40-cı sualdakı funksiya mürəkkəb funksiyadır. Mürəkkəb funksiyanın törəmə, bu əslində sadədir, çətin bir şey deyil. Mürəkkəb funksiyanın törəməsini tapanda birinci x kvadratının törəməsini tapırlar. Bir də bütövlükdə buna sinus kimi baxıb törəmə tapırlar. X kvadratının törəməsi eləyəcək 2x. Sinusun da törəməsi kosinus x kvadratı. Belə bir cavab olmalıdır. Baxaq görək harada var. D bəndində doğru cavab var. O birisi də asandır 41. 42. 42 mürəkkəb funksiya. Deməli 42-də fx bərabərdir 42-ci sual. Fx bərabərdir x-in kubu plus 6x kvadratı. Əslində bəzi uşaqlar onu götürüb müxtəsərə görə açır. Açmaq olar. Onunla da cavab düzdür alınır. Amma açmadan yol necədir? F'(x) bərabərdir. X kubunun törəməsi nədir? X kubunun törəməsi 3x kvadratı. 6x kvadratının da törəməsi 12x. Bax, bu funksiyanın törəməsini 3-ü saxlayıram. X plus 1-in kvadratı mürəkkəb funksiyadır. Bunun törəməsini tapanda bir dəfə içərini tapırlar. Bir dəfə də x plus 1-in kvadratını bütövlükdə qüvvət kimi tapırlar. İçəri indi bir fərq eləməyəcək. Çünki x-in törəməsi 1-dir, 1-in törəməsi 0-dır, 1 eləyəcək. Onu baxmasaq da heç olar. Bunun törəməsi isə 2 önə gələcək x plus 1-in özü. Qüvvət x kvadratının törəməsini necə taparsansa, bunun da törəməsini o şəkil tapırsan. Deməli, 2 vurulsun x plus 1 oldu onun törəməsi. Onda mən bunu silim. Neçə dəqiqə bunu silim. 3 vurulsun. 2 vur x plus 1. 110'un da törəməsi 0'dır. Nə soruşur məndən? F'--1'i. İndi x gördüyüm yerlərə heç sadələşdirmə falan aparmıram. Bir dəfəli -1 yazıram. 3 vur -1'in kvadratı 1. 12 vur -1. Bura -1 yazsam, -1'in üstə 1 0 eləyir. 0'ı da nəyə vursam eləyəcək 0. 3 çıx 12. Bunun da cavabı eləməlidir onda -9. Cavab Y variantı. Əslində bundan sonraki misalda da heç nə dəyişməyəcək. Deməli, bundan sonraki misalda, 43-cü misalda da yenə orada mötərizənin içində x plus 2-dir. Deməli, bunun törəməsini tapanda 3 qabağa gəldi. 4'də 3, x-in kvadratı. O birisinin törəməsi 2x. X plus 2'nin kvadratının törəməsini necə taparlar? Birinci x plus 2'nin törəməsi, bir də x plus 2'nin kvadratının törəməsi. X plus 2'nin törəməsi nədir? 1. X plus 2'nin kvadratının törəməsi isə 8 əmsalda qalır. 2'ni önə keçirdirəm. Yenə 2 vurulsun x plus 2'dir. Bu belə. İndi gəlin bax ardına baxaq. Görək nə olur. Ardında f'--2'ni soruşur. Bunu açıb sadələşdirmək də olar. Bunu 4'də 3x kvadratı yazım. Bunu yazım üstə gəl 2x. 8 2'nin 16x üstə gəl 32. İndi burada 4'də 3x'in kvadratı, üstə gəl 2x, üstə gəl 16x, üstə gəl 32. Nə soruşur? F'--2'ni. -2'nin kvadratı 4. 4'də 3 vur 4. -2'ni və 2'yə vuranda -4. 16'nı -2'yə vuranda eləyir -32. Bu da müsbət 32. Bunlar onsuz islah gedir. 4'lər də getdi. 3 çıx 4. Sualın cavabı olacaq -1. Bu belə. Davam edirik. 44. 44. Deməli 44'də nə etmək olar? 44'də əslində 44 asandır. Fx bərabərdir -x kubudur. Sizdən soruşur ki, fx'in minus fx'in törəməsi minus özünün fərqi 0'dır. Bax, x kubunun törəməsi nədir? Mənfi x kubunun. Mənfi
3x kvadratı. Düzdür? Bəli. Funksiyanın özü nədir? Mənfi x kubu minus mənfi x kubu. Şimdi, bərabər 0. Adicə bir tənlikdir. Bu tənliyi həll eləməliyik. Deməli, buradan mənfi 3x kvadratın, mənfi 3 yox, daha doğrusu x kvadratını çıxardaq, düzdür? X kvadratını çıxardım, qalsın mənfi 3 üstəcəl x. Deməli, bir dəfə şagird x kvadratını 0-a bərabərləşdirməlidir, x 0. Bir dəfə də mənfi 3 plus x-i 0-a bərabərləşdirməlidir, x eləyəcək mənfi 3. Bu da belə. Sonra, məsələn, o birisi, gx bərabər, gx üstədə g iştirik x bərabər 0. 45-də. Gx nədir? Funksiyanın özü. G iştirik x nə olar? Mənfi x kubunun törəməsi. Nə olar? 3x mənfi 3x kvadratı. Mənfi 3x kvadratı. Üstəgəl mənfi 3x kvadratı yazıram. İndi baxaq bura. Mənfi deməli, hər tərəfi mənfiyə vuraq da bunun. Mənfiyə vursaq işarə də dəyişəcək. Belə. X kvadratını çıxart. X plus 3 olur. Təlinin bir kökü 0-dır. Bir kökü də x plus 3 bərabərdir 0. X neçədir? Mənfi 3-dür. B bəndə olacaq tənliyin kökü. Köklər cəmi daha doğrusu. 46. 47-də nə deyir? 47-də x vurulsun y üstü x-də. Y bərabərdir x vur y üstü x-in törəməsi necə tapılacaq? Birincinin törəməsi vurulsun ikinci. Üstə gəl, ikincinin törəməsi vurulsun birinci. X-in törəməsi 1. Y üstü x elə olduğu kimi qalır. Y üstü x yeganə funksiyadır ki, törəməsi özüdür. Y üstü x vurulsun x. Hə, istəsək buradan y üstü x-i çıxararıq, qalar x plus 1. Cavab B. Yaxşı. Keçək digər testə. 48. 48, 49 eynidir. Bax, 48-də deyir ki, fx bərabərdir. Y üstü x kubu çıx 1. F iştirik 1-i istəyir bizdən. Bunun törəməsini tapın. Bunun özü mürəkkəb funksiyadır. Bir dəfə mən x kubu çıx 1-in törəməsini tapmalıyam. Bir dəfə də y üstü x kubu çıx 1-in törəməsini tapmalıyam. X kubunun törəməsi eləyir 3x-in kvadratı. Y-nin törəməsi eləyir y üstü x kubu çıx 1. İndi f iştirik 1-i istəyir məndən. F'1 nə deməkdir? X-ların yerinə 1 yazacağım. 3 vur 1-in kvadratı. Y üstü 1-in kubu çıx 1. Bu 3. Y üstü 0 eləyir. Üstü 0 cəmiyyətində cavabı 1-dir. Testin cavabı olacaq 3. Məsələn, o birisində, köməklə. O birisində deyir ki, fx bərabərdir. Nə yazım? Y üstü x kvadrat minus 1-in törəməsidir. Necə tapım törəməni? X kvadrat çıx 1-in törəməsi. Bir dəfə də y-nin törəməsi. Bir dəfə üzərindəki funksiyanın törəməsi, bir dəfə də funksiyaya y kimi yanaşıb törəmə tapırıq. Deməli, x kvadrat minus 1-in törəməsi 2x, mənfi 1-in də törəməsi 0-dır. Y-nin törəməsi elə özüdür. O zaman belə çıxırsan, f'1-i buradan tapmaq üçün f'1 bərabərdir 2 vurulsun, y üstü 0, bu da eləyəcək 2. 50-51? 50-ciyə baxaq onda. 50-yə diqqətlə bax. Bax, 50 əslində asandır. Niyə asandır deyirəm? Fx bərabərdir 5x plus 3. Gx funksiyasını vurub açıb bir sadələşdirək ilk öncə. 2x-i içəri dağıdanda, içəri vurub açanda nə olacaq? 2x kvadrat plus x. Düzdür? Sən Gx-i da artıq səliqəyə saldın, fx-i da. İndi sənə deyir ki, f'-x-i da tap, g'-x-i da tap. Bir-birindən kiçik götür, həll elə. F'-x nə deməkdir? F funksiyasının törəməsi nədir? Fx-in 5. G'-x nədir? G funksiyasının törəməsi? 2. Bu 2-dir. 2 önə gələcək. 4, x. X-in də törəməsi 1. Deməli, 4x böyükdür 4-dən. X da böyükdür 1-dən. 1-dən böyük ədədlərdir. Bir müsbət sonsuzluq. Bunun ikincisində yazaq. İkincisində deməli 51-cidə funksiyanı birinci normal hala salaq. Fx-i vurub açaq. X bölü 2-ni içəri vuraq. X çıx 6x kvadrat olacaq. X çıxılsın 6x kvadrat. Əla.
İndi Jx-i yazıram. 4x çıx 5. Mənə nə istəyir bu? Deyir ki, müəllim f'(x)-i J'(x)-dan böyük götür. İndi mən f'(x)-i bura baxaq, törəmə tapaq neçə eləyir? Bir dəqiqə. 2x ilə 6x kvadratı. Deməli, yox. X çıx budur da funksiya. X-in törəməsi nədir? 1-dir. 1. 6x kvadratın törəməsi nədir? 12x. 12x. Böyük götür. J-nin törəməsini tap. J-nin törəməsi 4-dür. 4-dür. İndi həll edirəm. -12x böyükdür 4 çıx 1 3-dən. X da işarənin ağzı dəyişəcək çünki böldüyümüz mənfidir. Mənfi 4-də 1. 12 ilə 3 ixtisarcıdır 4-də 1. Deməli belə çıxır ki, bu bir dəqiqə biz burada səhv mi aldıq? 4-dən 1 3. Bu hə, burada 6x kvadratı eləmir. Burada 3x kvadratı eləyir. Qrup açanda düzdür. Onu düz deməmisən. 3x-in kvadratı eləyir. 3x-in kvadratı onda belə çıxır ki, bunun törəməsi dəyişəcək. 1 olacaq 1. Minus 6x olacaq. Hə, indi doğrudur. Böyükdür. -6x böyükdür 3-dən. X da kiçikdir -2-də 1-dən. -2-də 1-dən də kiçiklər solda olduğu üçün mənfi sonsuzluqdan -2-də 1-ə qədər olan cisim. 52 yazılıb? Yox. 52 belə deyək, mürəkkəb funksiyadır, amma 3 dənə funksiya var orada. Ln, kosinus, bir də 3x funksiyası. Necə eləyirəm? Deməli, bir dəfə 3x-in törəməsini. Bax, f'(x) belə yazaq da. Misalın qarşısına yazım. f'(x) bərabərdir. Bir dəfə 3x-in törəməsi. Sonra ln. Bir dəfə, yox, kosinus 3x-in törəməsi. Yavaş-yavaş artırıram. Bir dəfə də ln kosinus 3x-in törəməsi. Ln kosinus 3x-in. İndi tapım törəmələri. 3x-in törəməsi 3. Kosinusun da mənfi sinus x. Mənfi sinus 3x. Ln-in törəməsi isə 1/x-dır. Sənin x-in kosinus 3x olduğundan onun yerinə x-in yerinə kosinus 3x yazsın. Sinus 3x-i kosinus 3x-ə böləndə eləyir tangens 3x. Deməli, o funksiyanın törəməsi -3 tangens x imiş. Nə soruşur? f'(pi/9'u. Aparım x-in yerinə pi/9 yazım. Tangens 60 dərəcədə alır kök atdı 3. -3 kök atdı 3 eləyəcək doğruca. Bu belə. İndi o birisinə baxaq. 54-ə baxaq. 54-də 54 adi bir funksiyadır. Çoxhədli funksiyasıdır. Orada sadəcə törəmə tapacaqsan bir-bir. Məsələn, birincidən başlayaq. X kubunun törəməsi 3x kvadratı. 4x kvadratının törəməsi 8x. 11x-in də törəməsi 11. İndi səndən soruşur ki, f'(x)-i kiçik 0 götür. Yəni, 3x kvadratı üstə gəl 8x çıx 11, kiçikdir 0-dan. İndi mən bunun köklərini tapmalıyım. Diskriminantını tapım. 64 üstə gəl, 33, 132 eləyir, səhv eləmirəmsə 196. Diskriminant müsbətdir. Köklərini tapım. x1 bərabər -8, 196-dan 14-dür, 6 da burada. 1 elədi bir kökü. İkinci kökün -8 çıx 14/6, -22/6, -11/3. -11/6. 11-i də 6-ya, 11/3 daha doğrusu düz yazdım. 11-i də 3-ə böləndə -3'dan 3'də 2. İndi ədəd oxu çəkək, bunları qeyd eləyək. -3'dan 3'də 2 ilə neçə arası? 1 arası. Burada intervallara bölək. Bunun baş əmsalı müsbətdir. Ondan müsbət, mənfi, müsbət gedəcək. Kiçik 0 istəyir bu part aralıq. -3'dan 3'də 2 ilə 1 arası. İndi -3'dan 3'də 2 ilə 1 arasında hansı ədədlər var? Mənfi tam ədədlər. -2 var, -1 var, 0 var və salam. Bunların da cəmləri nə qədər eləyir ki? Baxaq görə burada harada xəta eləmişik. -8 çıx 14, -22, -3'dan 3'də 2. Bunların arasında başqa ədəd yoxdur axı. Bir də baxaq törəməyə. 3x-in kvadratı plus 8x minus 11. 64, bəlkə diskriminantda səhv olub. 11-i 3'ə vurduq. 33, 33'ü də 4'ə vuranda 132. 196, bundan da 14 çıxdı. Bərabərsizlik ödəyən tam ədədlərin cəmini.
Baxaq görək burada nədir? 8x 3x kvadratı. Yox, hər şey doğrudur. Bərabərdə. Mənfi 3 tam 3-də 2. Yox, xəta yoxdur. Mənfi 3 var burada. Mənfi 3-ü götürməmişik. Bunu da cəmi 10 da eləyəcək nə qədər? Mənfi 1. Mənfi 6. Cavab olacaq B bəndi. O birisində məsələn 0-dan böyüyü istəyir. Digərində 55-ə baxaq. 55-də törəmə nədir? Törəməni birinci yazaq. Mənfi 6 x kvadratı, mənfi 12x, müsbət 18. Nə istəyir bu? Böyük bərabər 0. İndi mən bunun hər tərəfini nəyə bölə bilərəm? Törəməni. Törəməyə bax. Mənfi 6x kvadrat, mənfi 12x, müsbət 18. 6-ya da. Mənfi 6-ya. Mənfi 6-ya bölək, x kvadrat plus 2x minus 3. İşarənin yönü dəyişəcək. Hasili mənfi 3-dən müsbət 2 olan ədədlərdə müsbət 3-dən mənfi 1-dir. Kiçik bərabərdir 0. İndi bunun vuruqlarının ədəd oxumda qeyd edirəm. Yəni sıfıra çevirən qiymətləri. Mənfi 3-dən 2, özdə ikisini də alır. İşarə baş əmsal müsbətdir deyə müsbət, mənfi, müsbət. Kiçik sıfırı soruşur. Mənfi 3, 2. Mənfi 3, 2 arasında olan tam ədədlərin cəmi. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2. Bunlar islah getdi. Toplayanda qaldı cavab mənfi 3. Harada var mənfi 3? Bərabərsizlik ödəyən tam ədədlərin cəmini. Baxaq görək, mənfi 3 niyə yoxdur burada? Burada, kökdə səhv eləmişəm. Mənfi 3, bu da 1. İndi doğru oldu. Müsbət, mənfi, müsbət. Mənfi 3, 1 arası, parçası. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1. Bunlar islah getdi, onda cəm mənfi 5-dir. Keçək o kəsr xəttində olana. Biz bilirik ki, U bölü V-nin törəməsi nədir? Bunun bilinməyə yazıram, digərini sən. U bölü V-nin törəməsi, məxrəcin kvadratı, surətdə Elə bir ki, vururuq da. bəli, U-nun törəməsi vur V, minus V-nin törəməsi vur U-dur. İndi mən bu düsturu tətbiq edeyim burada. Amma düşünürəm ki, bunu ixtisar edib tətbiq eləsəm daha rahat olar mənim üçün. Əgər ixtisar eləyə bilirəmsə kəsri, ixtisar edeyim. Bax, burada yuxarıdan x-i mötərizə xaricinə çıxarım. X minus 1. Aşağıda da x kubu. Bunun biri bundan getdi. Deməli, mənim artıq funksiyam fx bərabərdir. X minus 1 bölü x kvadratı oldu. Mən bunun törəməsini axtaracağım. Da onun yox. Bunun da törəməsi necə tapılır? Söhbət 56-dan gedir. Məxrəcin kvadratı, yəni x üstü 4. Surətin törəməsi vur məxrəc minus məxrəcin törəməsi vur surət. Aydındır. Məxrəcin bunun x üstü 4 qalsın. X-in törəməsi 1. Mənfi 1-in törəməsi 0 qaldı x kvadratı. X kvadratın törəməsi 2x. Vurulsun x minus 1. İndi əslində surəti sadələşdirməkdə olar. Amma mən heç sadələşdirmədən f' mənfi 1 üçün istəyir. Apar x-ların yerinə mənfi 1 yaz. Mənfi 1-in üstü 1, 1. Mənfi 1-in kvadratı 1. 2 vur mənfi 1, bu belə. Mənfi 1 çıx 1. Deməli, bu eləyəcək yuxarıda mənfi 1 üstə gəl, 2 vurulsun mənfi 2. Böl 1 də, 1 də heç. Mənfi 4, mənfi 3 eləyəcək sualın cavabı B bəndi. İndi onu bir tane özün yaz. 58-ci testdə, bax fikir ver. Burada 3x-ı lazımdır, belə deyək, kökün daxilinə keçirmək. 3x-ın özü, hasil kimi də əslində bunu yazmaq olar. Amma mən kökün daxilinə atacağım. 3x-ın kvadratı nə qədər eləyir? 9x kvadratı. 9x kvadratını içəridəkilərə vuranda 9x kvadratı minus 9x üstü 4. Minus 3. Başlayıram bunun törəməsini tapmağa. Bu özü mürəkkəb funksiyadır. Deməli, bir dəfə 9x kvadratı minus 9x üstü 4-ün törəməsi, bir dəfə də vurulsun bütöv kökün törəməsi kimi baxacam bunu. Bunun içərisinin törəməsi eləyəcək 18x çıx 36x kubu. Bir dəfə də kökün törəməsinin kimi baxanda 1 bölü 2 kök altında 9x kvadratı minus 9x üstüdür. Sadələşdirək bunu, çünki bizdən azıq sadələşdirmək istəyir. Yuxarıdan 18x-i çıxarırım. Qalır 1 minus 18-i çıxaranda burada 2x kvadrat. Məxrəcdə də bu 9x kvadratını içəri atmışdım da 3x-i. İndi təzdən geri çıxarıram. 3x-i çıxardanda bunun içindən. 9x kvadratından kök alıb 3x-i çıxardanda yenə əvvəlki ifadə alınır. 1 minus x kvadrat. İndi ixtisar aparıram. 6x-dan 18x gedir, qalır 3. Yerdə oldu 6 minus, daha doğrusu 3 minus 6x kvadratı. Düzdür.
3 minus 6x kvadratı, məxrəcdə də olacaq 1 minus x kvadratı. 3 minus 6x kvadratı, məxrəcdə olacaq 1 minus. Keçək 59-a. 59 bəsitdir və trigonometriya ilə əlaqəlidir. Sadəcə mürəkkəb funksiyadır. Deməli, fx bərabərdir. Yəni, törəmənin digər misallarının yanında bunlar hələ sadə misallardır. Minus kosinus 2x. Bu funksiyanın törəməsini tapanda kök altda 3-ə toxunmuram. Sinus 2x mürəkkəbdir. Necə tapmalıyım? Bir dəfə 2x-in törəməsi, bir dəfə sinus 2x-in. 2x-in törəməsi nədir? 2. Sinusun da törəməsi kosinus 2x. Kosinus 2x da mürəkkəbdir. Bir dəfə 2x-in törəməsi. 2x-in törəməsi 2-dir. Amma kosinusun törəməsi mənfidir deyə ortada işarə dəyişəcək müsbət sinus 2x. İndi gəl baxaq. Belə bir ifadə alındı. 2 kök altda 3 kosinus 2x üstə gəl 2 sinus 2x. Biz burada nəyi bilməliyik? Trigonometriyada belə bir düstur var idi. A sinus x üstə gəl B kosinus x ifadələrini ən kiçik qiymətini tapanda mənfi kök altda A kvadrat üstə gəl B kvadratını hesablayırdıq. Ən böyük qiymətini tapanda müsbət kök altda A kvadrat plus B kvadratın. Bu da məndən ən kiçiyini istəyir. Bax, bu düsturla hesablayıram. Kökün altında. A-nın yerində 2 kök altda 3 durur. 2 kök altında 3-ün kvadratı, üstə gəl 2-nin kvadratı. Özdə mənfi ilə ən kiçikdir çünki. Mənfi kök altda 12 bu eləyir, 4 də bu 16. Bundan da kök çıxır mənfi 4. Y variantı olur belə. 60-ı yazım, digərin özünü yazarsan 60. Əslində onu müxtəsər vurma düsturuna görə açılmış olar, yazılmaq olar. 4də 1 də təzdən içəri vurub açarıq. Amma mən o qədər əziyyət çəkmirəm. 60-da götürürəm onu mürəkkəb kimi hesablayıram. F'(x) nəyə bərabər? 4də 1 nə işim yoxdur, qalır. İçərinin törəməsi bir dəfə. Bütövün törəməsi bir də. X kvadrat üstə gəl 6x-in kvadratının törəməsi. Deməli, bu olur 4də 1. X kvadratının törəməsi. 6x-in törəməsi də 6. İndi bu qüvvət funksiyasıdır. Qüvvət önə gələcək. Bununla bu gedəcək. Qalacaq burada 2. Oldu 2də 1. 2x plus 6. X kvadratı üstə gəl 6x. Və bizdən soruşur ki, f'(1'i tap. F'(1'i tapmaq üçün də x-a 1 yazacaqsan. X-a 1 yazsan 1 üstə 6, 8, 1 üstə 6, 7. Bu da eləyəcək 4, 28 cavab olacaq. C variantı. 62-ci sualda hasilin törəməsi var. Orada kub kvadratlı elin ayrı-ayrı funksiyalardır. Fx bərabər, elə bil x kubu vur elin kvadratı x-dır, plus 3-dür. İndi bunun törəməsini tapıram. 3-ün törəməsi 0-dır. Amma bu hasildir. Mən bunu hasil kimi tapmalıyam. Bir dəfə x kubunun törəməsi vur ln kvadratı x. Bir dəfə də x kubu qalır ln kvadratının törəməsini tapıram. Əslində ln kvadratı varam. Onun özü mürəkkəb funksiyadır. 3x-in kvadratı ln kvadratı x yazdım. X kubunu köçürdüm. Ln kvadratı x özü bir mürəkkəb funksiyadır. Bunun törəməsini tapanda bir dəfə biz ln x-in özünün törəməsini tapırıq. Bir dəfə də kvadratik funksiyanın törəməsini tapırıq. Yəni ln kvadratı x-in törəməsi. Kvadrat kimi yanaşırıq ona. Ln x-in törəməsi məlum məsələdə x-da 1-dir. Kvadrat kimi yanaşsam 2 önə gəlir, 2 ln x olur. Yazıram bura. X-da 1, 2 ln x. X-da 1, 2 ln x. X-lar getdi. 3x-in kvadratı üstə vurulsun. Ln kvadratı x. Plus x vurulsun. 2 ln x. İndi məndən soruşur ki, f' yeni tap. X-ların yerinə y yazıram. Plus y vurulsun. 2 ln y. Bu da eləyir heç nə. Ln y 1'dir. 3y kvadratı plus 2y. 3y kvadratı plus 2y'dir. Dəqiqə baxaq. 3y kvadratı. Yəni qapını görməlisiniz.
Buradadır ki, x kubunla x aparanda x kvadratı qalır. Onda burada y kvadratıdır. Deyirəm də, burada artıq olacaq cavab 5y kvadratı. O da var, D bəndində. Belə, o birisini yazaq.